Bağışlayan və mehriban uca Allahın adı ilə. Quranda elmi ayələr mövzusundan siz əzizlərin xidmətindəyik. Keçən verilişimizdə Quran-ı Kərimin yeni bir elmi ayəsi haqqında danışmışdıq. Yasin surəsi 38, 39 və 40-cı ayələrdə günəşin və günəş cisimlərinin hərəkətindən danışılır ki, o zamanlar həmən fikir meydanda idi və Quran-ı Kərim zaman keçdikcə insanlar kəşf elədilər ki, Quran hansı bir elmi mövzulara işarə edib. Mən keçən verilişimizdə demişdim ki, bu ayələrdə ayrı bir mövzular da var ki, onları da istəyirəm siz əzizlərin diqqətinə yetirəm. Bu ayələrdə olan mövzular istərdim ki, kimlərsə maraqlı olsa araşdırsınlar. Günəşin öz oxu ətrafında fırlanması, günəş cisimlərinin birlikdə hərəkəti, günəşə mənsub olduğu qalaktikanın hərəkəti ki, Quran-ı Kərimdə Yasin surəsinin 40-cı ayəsində bunların hamısına bir işarə olunub. Quran-ı Kərimdə maraqlıdır Yasin surəsində çatmaq və keçmək kəlmələrindən istifadə olunub ki, Ləş-şəmsu yənbəği ləhə ən tudrikəl qamər və ləl-leylu səbiqun nəhəv və kullun fi fələki yəsbəhun. Bu ayədə qeyd edir ki, nə günəş aya çata bilər və nə də ay günəşi keçə bilər. Təbii ki, bu ayələrdən istifadə olunan məsələlər bunlardır. Biz əgər günəşin hərəkət sürətini nəzərə alsaq və ayın hərəkət sürətini nəzərə alsaq, onda görərik ki, doğrudan Allah necə bir incəliklərə bu ayədə işarə edib. Maraqlısı buradadır ki, ay öz hərəkət yolunu bir ay ərzində tamamlayır, günəş isə bir il ərzində tamamlayır. Əgər biz həmən bu hərəkət vaxtını nəzərə alsaq, onda bilərik ki, uca yaradanımız nə üçün burada günəşin aya çatmasından və ayın isə günəşi keçməsi sözlərindən istifadə edib. Allaha əmanət olun.